İzləyicilərdən belə bir sual gəlmiş. Yüksək qan şəkərinin səbəbi nə insulin çatışmazlığı, nə də insulin rezistentliyidirsə, üçüncü mexanizm varmı? Əslində qalsa üçüncü mexanizm yoxdur. Şəkərin yüksəlməsinin səbəbi, qanda qlükozun artmağının səbəbi adətən insulin çatışmazlığı. Bu xüsusən uşaqlara rast gələn tip 1 diabetdə olur və bir də insulinin artıqlığına bağlı, yüksəlməsinə bağlı, insulin rezistentliyinə bağlı yaranan bir haldır. İnsulin rezistentliyi əslində qalsa orqanizmin qorunma mexanizmidir. Yüksək miqdarda qan şəkəri orqanizmə daxil olunmağı, xüsusən piyələnməsi olan insanlarda olur. Orqanizm özünü qorunma moduna alaraq yolları kapatır və insulin hormonu rezistentlik gəlişdirərək şəkəri orqanizmdə, hüceyrələrdə qorumağa çalışır. Çünki şəkər toksik bir maddədir. Burada üçüncü bir mexanizm yoxdur. Tip 2 diabetli insanlarda zamanla insulin rezistentliyinə cavab olaraq orqanizmdə insulin səviyyəsi də düşür. Yəni bunlar da insulin yetərsizliyi olan xəstələr kimi insulin hormonunu dərman şəklində qəbul etmək məcburiyyətində qalırlar. Yəni şəkərli diabetin inkişaf mexanizmi insulin çatışmazlığına və bir də insulin rezistentliyinə bağlıdır. Amma bəzən dərman preparatlarına bağlı, genetik sindromlara bağlı, endokrinopatiyalara bağlı işləyən, yəni hamiləlikdə meydana gələn şəkərli diabet növləri də vardır ki, bunlar da ya insulin çatışmazlığı və yaxud da insulin rezistentliyinə bağlı mexanizmlərlə inkişaf edir. Üçüncü bir mexanizm yoxdur burada.